Rusiya, İran, Azərbaycan. Elə şeylər var ki, onları görməyə alim olmaq lazımdır, siyasətçi olmaq lazımdır, ali məktəb bitirmək lazımdır. Sadəcə bir balaca diqqətli olmaq bəs eləyir ki, bunu görürsən. Mən Sovet dövründə doğulub böyümüşəm, 78 təvəllüdəm. Lenin yolunda, nə bilim, bu kimi şüarlarla böyüdük, oktyabryat olduq, pioner olduq. Sonra 90-cı illər gəldi, SSR parçalandı və biz müstəqil dövlət olduq. Ona qədər tariximizi də bilirdik, amma tam bilmirdik də, bir məhdud bilirdik, az da tam yox. Çay da bax, düz çay görünür, hardan axır, cənnətdir də qardaş bura. Hə, deməli, burada məsələ nədir? Bax, indi kimsə elə düşünür ki, bu İran meyilli bizim qardaşlar var, hansı ki, Azərbaycanlıdırlar, amma meyillidirlər də, indi din filan adı altında beyinlərin yuyurlar. Qardaşım, bax bu cənnət məkanı görürsün, bax görürsən. Bunu düşünmək üçün, bunun üçün heç də sadəcə düşünmək lazımdır ki, İran, Rusiya bizim heç vaxt dostumuz ola bilməz. Niyə? Ona görə ki, bax 32 milyon Azərbaycanlı bir dildə danışan bir xalq. İranın əsarəti altında Türkmençay Gülüstan sülh müqaviləsi. İndi SSR parçalanıb, amma Rusiyanın tərkibində gör nə qədər hələ respublikalar var ki, Rusiyanın əsarəti altındadır. İndi bax, Azərbaycan əgər inkişaf eləsə, günü-gündən qalxsa, yüksəlsə, Cənubi Azərbaycan orada deyəcəklər ki, baxacaqlar, bu yəni inkişaf eləyir, hər şey yaxşıdır, mükəmməl. Onda eyni zamanda bu o deməkdir ki, oradakıların oyanışıdır. Ona görə İran istəməz bizim yüzümüzə gülür, amma heç vaxt istəməz ki, biz inkişaf eləyək. Ona görə də başın yuyur insanların. İndi bax, dönürük Rusiyaya. Bəs Rusiya niyə istəsin? Çünki qulağımızın dibində Dağıstan var, Çeçenistan var, İnguşetiya var. Nə qədər Rusiyanın tərkibində müstəqil ölkələr, hansı ki, bölünüb parçalanıb, müstəqil olası xalqlar, millətlər, dövlətlər var. Deməli, burada məsələ nədir? Rusiyanın İran heç vaxt istəməz ki, biz inkişaf eləyək, biz qalxaq, yüksələk və ona görə də əllərindən gələn təxribatı aparırlar. Başa düşürsünüz, söhbət budur, qardaş. Və bu həm daxildə, həm kənardan, həm dini, həm siyasi, həm hər cür fikir ayrılıqları salacaqlar bizim aramıza ki, siz bir olmayın, birləşməyin, inkişaf eləməyin. Bəli, bu belədir. Çünki yenə deyirəm, o iki dövlət gör neçə əsrdə ki, bir əsrdən çoxdur ki, onlar bizim baş boynumuzda da basırlar, qoymurlar qalxmağa. İndi bunu deyəndə də bir Azərbaycanlı çıxır oradan və yaxud hansısa bir Azərbaycanlı götür, İran, ay qardaş, başıma dönüm, qadan alım, azadlıq səni narahat edir. Azad yaşayanda nə olur ki? Azadlıq pis şeydir. Niyə boyunduruq istəyirsən? Niyə istəyirsən də boyunduruq? Ay yaşayırıq da gül kimi. Sənə qurban olum, sənin başıma dönüm, bir dənə de görüm mənə. Bu, bax görürsən, bu cənnət məkan Azərbaycan. Buranı Allah yaratmayıb, qardaş, başıma dönüm. Burada kişilər yaşayıb, əsrlər boyu bizə necə, bura gələndə insan ilahiyyatı duyur. Burada suallar yaranır ki, necə yaratdı, bu yaradan necə? İnsan istər-istəməz ruhaniyyət, Allaha bağlılıq yaranır. Burada bir axtarırsa, bir kökü axtarırsa, bir keçmişə, bir qədimə gedirsən, bir tarixə baş vurursan. Sən onu gedib hacıda tapa bilmərsən, hacıya sən yalandan gelirsən, frekans qoyurlar, sən orada nə duyacaqsan? Amma bu torpağa gələndə torpaq, biz torpaqdan yaranmışıq və bizim genetikamız, bax o kainat yaranan gündən özü ilə bərabər bütün məlumatı gətirir. Bir gün oyanış budur, bəli, oyandınsa artıq sən hardan gəlib, hara getdiyini dəqiq bilirsən. Belədir, Rusiyanla İran, əzizlərim, onlar bizə, qardaşlar, başımıza dönüm, onlar bizə, onların verdiyi hər şey, yəni bizə bir ki o baldırsa mütləq ona zəhər qatırlar. İndi mən burada deyirəm, ay qardaş, başıma dönüm, sən qadan alım. Məhəmməd Peyğəmbər gözəl insan idi. O deməmişdi ki, ordu yığın gedin, Qafqazı əsarət altına alın, onları qılınc gücünə
müsəlman eləyin. Belə şey yoxdur. Bunlar hamısı oyundur. Bunlar hamısı necə ki, Trump bu günləri İranı vurur. O da eyni şeydir. Ərəblər də eyni oyunu oynayıblar. Heç bir şey yoxdur. Allah o dini bizə göndərməyib. Allah o dini bizi qəlbimizdə qoyub. Sən öz içinə dön, Allahı dərk eləyəcəksən. Amma Allah heç kimə deməyib, qılınc gücünə get, kəs filan kəsin başını. Bəli, 200 il mənim babalarım bu dağlarda, burada. Ərəblər ərəb xilafətinə qarşı döyüşüblər. İndi sən də gəlmirsən, ondan ötürü başlamısan. Qardaşım, bu belədir. Hər kəs ruhundadır. Yaradan bizi torpaqdan yaradıb və öz ruhundan üfürüb özündə.